Salam dostlar. Son vaxtlar internetdən pul qazanma yolları artdığı halda, bəzi insanların heç bu yollardan xəbəri yoxdur. Bu gün sizə WhatsApp-dan pul qazanmağın yolunu göstərəcəm. Bəlkə də bəziləriniz bu haqqda məlumatı var, bəzilərinin isə necə başlayacağını bilmir. İndi gəlin sizə ətraflı izah edim. Gördüyünüz kimi hal-hazırda qarşımda kanallar var və bu kanalların hamısı mənimdir. İstəyirəm sizə birini göstərim. Məsələn, bu kanalın normal stiker kanalıdır və 31 min takipçisi var. Gəlin ətraflı statistikaya baxaq. Gördüyünüz kimi kanala günlük olaraq stabil izlənmə gəlir. Bunun kimi də digər kanallarım o formada kəşfiyyatda qaldıqca davamlı olaraq takipçi artırlar. Gəlin sizə burdan tam olaraq necə qazandığımı göstərim. Açıqlama hissəsinə gördüyünüz kimi öz nömrəmi qoymuşam və bu nömrə sayəsində mənə istifadəçilər öz reklamlarını verə bilirlər. 3 saatlıq bir reklamın qiyməti 30 minlik kanalda ortalama 29 manat, 30 manat təşkil edir də. Kiçik bir hesablama aparsaq görərik ki, gündə bir reklam belə alsam, aylıq 900 manat təmiz qazanc edir və təbii ki, qazancı öz kartıma götürürəm. Və onu da qeyd edim ki, hal-hazırda WhatsApp-da kanal alqı-satqısı ilə də məşğuluq. Əgər kanal almaq və ya satmaq istəyən olsa, açıqlamadakı nömrə vasitəsilə mənimlə əlaqəyə keçə bilər. Bu arada sizə yeni açdığım kanalları da göstərim. Gördüyünüz kimi bu kanalların hamısını mən açmışam. Bax, yuxarıdakı stiker zonası kanalından aşağıdakı bütün kanalları son 2 ay ərzində mən açmışam. Yəni əgər kiminsə kanal açmaq fikri varsa, bunu necə edəcəyini bilmirsə, açıqlamadakı nömrə vasitəsilə mənimlə əlaqəyə keçə bilər. Mən ona reklam necə verilməlidir, necə kanal qalxmalıdır, ətraflı şəkildə izah edəcəm. Bu günlük video bu qədər dostlar. Videonu bəyəndisə kanala abunə olmağı və videonu bəyənib paylaşmağı unutmayın.